Herkese salam dostlar. Mən tənqidçi qız. Bugün gündəmdə olan bir çox hadisəni bilirsiniz deyə mən gündəmdən danışmaq istəmədim. Bugün gəlin biraz dərdləşək. Bugün biraz dərdləşmək istedim çünki canım çox sıxılırdı. 2026 sizin üçün inşallah yaxşı keçir. Mənim üçünsə digər illərdən fərqi yoxdur. Ən azından 2025-dən daha yaxşıdır. Mən bugün sizinlə dərdləşmək istədim çünki həqiqətən bəzi insanlar məni heç başa düşmür. Məktəbdə bilirsiniz ki, biz qızların ətək geyinməyi məcburidir və çox güclü bir külək var. Qapını açırsan, qapı təkrar örtülür. Çöldə hərəkət eləmək olmur və bu küləkdə bizdən ətək geyinməmizi istəyirlər. Həqiqətən dəli oluram. Biz bu küləkdə o ətəklə necə gəzək? Heç mi insafınız yoxdur? Başa düşmürəm. İnsanı əsəb eləyirlər. Heç empatiya duyğuları yoxdur. İnsanı başqalarının yerinə qoymaq düşüncələri yoxdur. Sanki özü o ətəklə gəzə bilər o çöldə. 5 saniyə çölə çıxsa, onda görərəm nə olur onun başına. Bir də xahiş edirəm, bu videonu izləyənlər varsa, məktəb zorakılıqlarına qarşı biz səsimizi çıxarda bilmirik. Müəllimlər üstünü örtməyə çox sevirlər nəsə belə şeylərin, amma məktəb zorakılığı da bizdə çoxdur. Bizim B sinifimiz var və B sinifində bizim oğlanların sayı B sinifin oğlanlarına çox daha azdır. Bizim sinifdə sadəcə 5 oğlan var və B sinif oğlanları bizim sinifə zorakılıq edir. Onlara qız deyir, oğlan deyilsiz, oğlancıqlar kimi sözlərlə çağırırlar və bizim oğlanlara həmişə təkləyirlər. Onlara elədikləri zorakılıqdan başqa bir şey deyil. Bağışlayın, bəzi yerlərdə çaşa bilirəm, amma mən də insanım, söz danışdıqda çaşmaq normal bir şeydir. Həm də işin içində narahat etmə məsələsi var. Onların oğlanları bizim sinifdən qızların həmişə narahat eləyir. Hətta bizim sinif oğlanlarına, onların oğlanlarından birisi belə bir söz demişdi ki, siz əgər o qızla danışsaz, mən sinifə girib sinifdəki hər kəsi öldürəcəm. Bu, ölüm təhdididir və bunun əslində olması lazım olan yer polis mərkəzidir. Biz bu təhdidə görə polis mərkəzinə getməliyik, ancaq işi məndən başqa heç kəs ciddiyə almır. Nəysə dostlar, bugünlük məndən bu qədər. Sizə ayrılan vaxtın sonuna gəldik. Görüşmək üzrə. Hələlik.